Gəlin deyək ki, Novruz da bizim olubdur. Şəkər bura paxlava. Bəzək verir xonçaya. Xonça yəni ki, xonça sasın. Buyuq da. Deyək köça da bizimdir. Paxlava da bizimdir. Ondan sonra səməni də bizimdir. Paxlava sözü paxıl sözündən götürülür. Səməni erməni. Bu söz qafiyə ilə düz gəlir. Paxlava sözdə yəni ki, paxıl ermənilər. Bu paxıl sözü tam bizə uyğun gəlir. Orada tonqal qalır, yəni çaqqala putan. O çaqqal sözdə görsünüz bizə tamamən uyğun gəlir. Hardasa bir papağı elə bir ki, biz özəlləşdirə bilmərik. Çünki bizim papağımız olmayıbdır. 5-10 papaq var idi, onlar da Qarabağda boş qaldılar. A kosa gəl sənə, gəlib salam ver sənə. Kosa sözü Koçaryan, Sarkisyan, Kosa. Mənim işim var, Pamgil Sərif, sağ olun, getdim mən. Yoldaşlar, İlham Əliyevin Qarabağa səfəri zamanı vətəndaşlarla bir maraqlı söhbəti olubdu. Hansı ki, o vaxtı bizim generallar deyirdi, tanklarla gedib Bakıda çay içəcəyik. O çıxışın maraqlı məqamlarını sizə çatdırım buradan. Deməli, deyibdi ki, vaxt var idi ermənilər deyirdi ki, gedib tanklarımızla Bakıda çay içəcəyik. Budur, tankları da Bakıdadır, özləri də lazım olan yerdə çay içirlər. Əsas məsələ budur ki, görək bu biabırçılıqdan nətər qutarıq, buna nətər don geydirək. Bugünkü müzakirəmiz budur. İndi burada düşümsüz gene mənim üstümə. İndi yenə atalar misal çəkim. Deyir, niyə çıxmırdın Qarabağdan, çıxırdın gələ Qaradağdan. Mənim təklifim odur ki, dünya ictimaiyyətinə belə məlumat verək ki, bəli, tanklarımız Bakıya gediblər. Tankların içindəki adları da Sadalyağın, yəni Bako, Sakyanolov, ondan sonra Ayarik, Ruben. Hərəsi bir tankda olub, hərəsinin yanında tankın şoförləri olublar da. Yəni tankda onlar gediblər, gedib çıxıblar Bakıya. Bakıda baxırlar ki, parking var. Da saxlayamayıblar ki, cərimə zad eləyərlər. Ona görə də tankları aparıb saxlayırlar, qənimətlər parkı. Əsas da burasını belə yozaq ki, hava da Bakıda istəymiş, gediblər çay içməyə, il yarımdır. Nə generallarda xəbər var, nə də tankın şoförlərindən. Mənim təklifim budur. Başqa deyənlər ki, gəlib Qarabağdan bir-bir hamısını yığıb Samasvalta barıblar Bakıya. Hələ Ayarkın da adını elə yazaq ki, yarın mərmi daşıyan olub da general olmayıbdır. Güya o da qoşulub onlara, gedib çay içmək o da yoxdur. Bunların boyun yeri soğuk, bunların Bakıda nə işi var? Gelib oturarlar xarabalarında da.